Salam değerli izleyicilerim. Mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə qış mövsümü üçün dondurucuda tam təbii zoğalın hazırlanmasını və uzun müddət təravətli qalmasının bütün püf nöqtələrini bölüşürəm. İlk növbədə zoğallarımızı dərin bir qaba yığırıq və üzərinə bol su əlavə edirik. Zoğalları yuyarkən ilk püf nöqtəsi onları zədələmədən, ehmalca suyun içində yumaqdır. Yuma prosesi zamanı zoğalın arasında qalan yarpaqları, çöp hissələrini və əzilmiş, xarab olmuş gilə meyvələri tək-tək seçib kənarlaşdırırıq. Bir neçə dəfə suyunu dəyişərək zoğalları tam təmiz və şəffaf su çıxana qədər yaxşıca yuyuruq. İkinci ən vacib püf nöqtəsi zoğalların tam qurudulması. Yuyulmuş zoğalları süzgəcdən keçirdikdən sonra masanın üstünə təmiz bir mətbəx dəsmalı səririk. Zoğalları dəsmalın üzərinə bərabər şəkildə yayırıq. İkinci təmiz dəsmal və ya salfet ilə də edə bilərsiniz. Zoğalların üzərindəki bütün su damcılarını yüngülcə basaraq qurulayırıq. Niyə bu addım bu qədər vacibdir? Zoğalların üzərində nəm qalarsa dondurucuya qoyduqda bir-birinə yapışacaq və buz kütləsinə çevriləcəkdir. Tam quru zoğal isə dondurucuda dənə-dənə qalır. Zoğalların nəmini tam aldıqdan sonra onları geniş bir sininin üzərinə tək sırayla üst-üstə düşməyəcək şəkildə düzürük. Bu da dondurmanın növbət əsas püf nöqtəsidir. Bu şəkildə düzülmüş zoğalları əvvəlcədən dondurucuya yerləşdiririk. Yəni dondurucunun buzluq gözünə və tam bərkiyənə qədər. Yəni bir neçə saat dondurucuda saxlayırıq. Bu isə zoğalların formasını qorumasını təmin edir və bir-birinə yapışmamasının qarşısını alır. Dondurucudan çıxardığımız zoğallar artıq tam bərkiyib və tək-tək dənə-dənədir. İndi isə onları rahat saxlaya biləcəyimiz plastik konteynerlərə və ya dondurucu paketlərinə yığırıq. Görürsüz zoğallar bir-birinə yapışmır. Buz kütləsi əmələ gəlmir. Qabın qapağını möhkəm bağlayırıq ki, dondurucunun qoxusu zoğala keçməsin. Bu üsulla hazırladığımız zoğalları il ərzində bütün qış boyu buzluqda ilk gündəki kimi təravətli və təbii şəkildə saxlaya bilərsiniz. Qışda bu zoğalları təbii kompotlar, şirələr, souslar hazırlaya və ya sadəcə qışın ortasında təzə zoğal dadını hiss etmək üçün istifadə edə bilərsiniz. Mən qışda bu zoğalları adətən çayın yanında içirəm. Çox ləzzətli olur. Zoğalı çox sevirəm və zoğalın mürəbbə ilə yeyilməyindən bu cür yeyilməyini daha faydalı bilirəm. Videonu bəyəndinizsə kanala abunə olun. Fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Hər birinizə nuş olsun və qışa hazırlığınız xeyirli olsun. Hələlik.